iPhone 17 Pro necə olacaq? Qrafon abunəçiləri bilir ki, əgər internetdə yeni iPhone seriyasının çixollarının dizaynı təsdiqlənirsə, yəni yayılırsa, deməli yeni smartfonların dizaynı da əvvəlki infosuzuntularda olduğu kimi dizaynda olacağı təsdiqlənir. iPhone 17 Pro seriyasının çixollarının dizaynı internetdə yayılıb. Renderlərdə böyük kamera bloku və iki rəngli arxa panel görsənir. Yəni iPhone 17 Pro üçün çixolların şəkilləri internetə sızdı ki, bu da arxa panelin mümkün yenidən dizaynını bir daha təsdiqləyir. Sızıntı Insider Majinbu tərəfindən paylaşılıb. Fotoşəkillərdə görünür ki, kamera bloku mümkün qədər böyük olub və korpusun özü də ziddiyyətli rəng vurğuları ilə yenidən dizayn alıb. Blokda 3 sensor, 1 lidar sensoru və spışqa var. O, smartfon korpusunun bütün eni boyunca uzanır. Çixollar açıq rənglərdə mövcuddur. Mavi, yaşıl, boz, bənövşəyi və ağ. iPhone 17 Pro-nun özünün rəngləri fotoşəkillərə görə tünd boz və ağdır. Kamera blokunun sahəsi parlaq, arxa panelin qalan hissəsi isə tünd olacağı görsənilir. Əsasən iPhone 17 Pro korpusu iki rənglidir.